Aziz hemşehriler, her vaktiniz hayırlı olsun. Mart ayının 17'si 2026 yıl tarih ömrümüzün növbəti ilin axır çərşənbəsi bayramını yaşayırıq. Artıq sayılı günlər qalıb ki, yaz fəsli həyatımıza, dünyamıza inşallah ki daxil olacaqdır. Təbiətin 4 fəsli var. Əslində hayatımız için, yaşayış için her biri önemlidir. Kışı da, payızı da, yayı da, yazı da. Her birinin öz yeri var. Eğer kış olmasa hayat olmaz, yay olmasa hayat olmaz. Bu mənada her biri önemlidir. Ama var da her güzelliğin bir pik nöqtəsi var ki, fəsillər içerisinde yaz en güzelidir. Yaz yeni bir hayattır. Təbiət uyanır, torpaq uyanır. Bu mənada insana yeni bir ümit yaranır. O en ümitsiz olan halda da belə insan yazda artık inanır ki nəsə bir güzelliği olacak. Bu mənada yaz güzelliktir. Her birimizde güzel günler, güzel arzularla bu yazımızı karşılayırıq. Ve təbiətin bu böyle çağında bu güzellikten insanlar min illiklər bundan önce başlayıbdı bu günleri bayram şənlikdə keçmeye. Ve beləcə də gəlib bizlere çatıb bizim de borcumuz şu o şənlikləri, o bayramı qeyd edirik. Hamınıza her zaman xoş əhval-ruhiyyə, bayram günləri arzulayırıq. Allah canınızı sağ eləsin. Keçən ilimizdə, deyək ki, bugüne qədər deyirik də, itkilərimiz oldu, hər birimizin həyatımızda, kəndimizdə, elimizdə, dünyadan köçənlərimizə rəhmət, qalanlara can sağlığı. Bax, beləcə həm Şəhid Ziyafət Baliyev adına Yendaş Şəhid Folklor kollektiv olarak, hem Şatırlı Şəhid Mədəniyyət kollektiv olarak bu tədbiri təşkil etmişik. İlin axır çərşənbəsi olarak. Təbii ki, 21'inde bilirsiniz ki, bizim kəndimizdə böyük tədbir keçirilir adətən. Şimdi təbiət bizə şıltaqlıq eləməsə, imkan versə 21'inde adətən 21'i gecirdik. Yağış, külək olmasa çalışacaq ki, burada daha kütləvi şəkildə qeyd edək. İndi isə kollektivimiz adından sizləri, elimizi, obamızı, kəndimizi, bütün cəmaatımızı təbrik edirlər. Eyni zamanda Bərdə mərkəzləşdirilmiş Bərdə Regional İdarənin rəhbərliyi adından, İsmailzadə Ceyhun müəllimin adından, eyni zamanda mərkəzləşmiş demək direktorumuz Gülbəz xanımın adından sizlərə təbriki çatdırıram. Eyni zamanda sizlərin adınızdan da bir rəhbərliyimizə təbriklər çatdırıram bu bayram təbriklərini. Beləcə çox şey demiyorlar. Çünkü ruhumuz coşubdu bu məqamda. 3 gündən sonra artıq həyatımıza yaz daxil olur. Bu mənada